Instagram Bakalaq İnşallah bir kanalımızda. Bugün ben size yeni Osaka üretimi görmekten aslında. Bugün ben size fərqli şeyler dediğim grup edildiğini, artıq eşitliğini belki de 10 dəfə təsvir etdiyini çalışdınız. Amma çox var, final nəticəli günləri təsəvvürlərə gəlməmişəm. Çünki gəlin dürüst olaq, siz bunları onsuzda bilirsiniz. Siz savaşlı günlərini bilirsiniz, siz təcrübəsiz edirsiniz. Siz kitab oxumuşsunuz, təlimlərdə iştirak etmişsiniz, sertifikatlar almışsınız, bəlkə də özünüz və başqalarını təlimləmişsiniz. Amma bütün bunlara baxmayaraq realıq bilirsiniz. Sizdə yenə də eyni səssizlik olur və bugün biz o səssizliyin içində gizlənən ən böyük problemi anlamağa çalışacağıq. Şimdi özünüzə çox sadə, amma çox ağır bir sual olur. Əgər biz hər şeyi biliriksə, niyə hələ də şagirdlər danışır? Bu sualdan qaçmaq olmaz. Bu sual bizi narahat etməlidir. Bu sual bizi dəyişməyə məcbur etməlidir. Bir anlıq gözlərinizi yumun və özünüzü sinifdə təsəvvür edin. Siz dərsdəsiniz, sinifdə qarşısındasınız, dərsi izah edirsiniz, sual verirsiniz. Sinifdə sakitlik var, 2 nəfər sadəcə əl qaldırır. Həmişə eyni şagirddir, həmişə eyni cavablardır və həmişə eyni səslərdir. Qalanları isə sadəcə mümkündür. Biri pəncərədən baxır, biri dəstələrində nəsə qaralayır, biri isə sizi dinləyirmiş kimi görünür, amma əslində fikri başqa yerdədir. Və dərs bitir, siz çıxırsınız və heç nə dəyişmir. İndi isə ən təhlükəli hissə gəlir. Biz buna öyrəşmişik, məsələ burasındadır. Bizim bu prosesə öyrəşmiş olmağımız... Mələk müəllimə, səsiniz zəif eşidilir. Çox üzrlü sayın, mən səsinizi böldüm. Biraz zəif eşidilir. Biraz nəsə bir düzəldə bilərikmi? Aşağıda da qeyd etdilər. Dedim, bəlkə mənə tək zəif gəlir, ona görə deməmişdim. Bir səs gəlir. Yetəri qədər aydın danışır. Bəli, amma çox aydındır, amma zəif eşidilir ümumiyyətlə. Bir, gəlir səsi. Ev oldu. Bir dəqiqə. Yuxarı qaldırsaq telefon bəlkə düzələr. Bir səsim gəlir. Bəli, çox əla eşidilir, bəli, indi əladır. Təşəkkür edirəm, buyurun, böldüm, üzrlü sayın. Deməli, bu əsas problem bizdə nədir? Bizim buna öyrəşmiş olmağımızdadır. Deyirik ki, ya sinif zəifdir, ya uşaqlar danışmaq istəmir, ya da ki, nəsil dəyişib, telefonları günahlandırırıq. Amma bugün mən sizə bir şey çox açıq deyəcəyəm. Bu bəhanədir. Əgər sinif danışmırsa, bu şagird problemi deyil, bu mühit problemidir və o mühiti yaradan kimdir? Təbii ki, bizdən. Bəli, bu ağırdır. Amma inkişaf həmişə həqiqətlə başlayır. Çünki sinif bir güzgüdür. Orada gördüyünüz hər şey sizin yaratdığınız mühitin əksidir. Əgər orada qorxu varsa, sən təhlükəsizlik yaratmamısan deməkdir. Əgər orada susqunluq varsa, sən danışmağa şərait yaratmamısan. Əgər orada dərsə maraq yoxdursa, sən o qığılcımı yarada bilməlisən. Və bunu qəbul etmədən dəyişiklik mümkün deyil. İndi isə gəlin şagirdin beyninə girək. Görək orada nə baş verir. Özünüzü şagird kimi təsəvvür edin. Siz sinifdəsiz, müəllim sual verir. Siz cavabı tam bilmirsiniz. Bəlkə də yarımçıq bilirsiniz, bəlkə də səhv deyəcəksiniz və beyninizdə bir səs başlayır. Danışım yoxsa susum? Səhv olsa nə olacaq? Mənə güləcəklərmi? Müəllim mənə nə deyəcək? Mənə utandıracaqmı? Və siz susursunuz. Bu zəiflik deyil. Bu insanın özünü qoruma instinktidir. Yəni bir uşaq susursa, bu problemlər mütləq şəkildə ki, onda öz əksini tapır. Bu insanın, belə deyək də, özünü qorumaqdan başqa çarəsi olmur. Heç kim təhlükəli hiss etdiyi yerdə risk etmir. Danışmaq isə indiki dövrdə riskdir. İndi isə özünüzə sual verin. Sizin sinifdə danışmaq təhlükəsizdirmi, yoxsa təhlükəlidir? Çünki şagird sizin sözlərinizi yox, sizin reaksiyalarınızı xatırlayır. Siz səhv etmək olar deyə bilirsinizmi? Amma sən səhvə necə reaksiya verirsən? Şagird səhv cavab verəndə üzündə nə ifadə olur? Səs tonun necə dəyişir? Sən deyirsənmi, yox, bu səhvdir və keçirsən. Amma şagird üçün bu bir cümlə deyil.
Bu bir siqnaldır. Bu o deməkdir ki, sən risk etdin və uduzdun. Nəticə o bir daha risk etməyəcək. O bir daha danışmaq istəməyəcək, o bir daha sizə cavab vermək istəməyəcək. Amma başqa bir müəllim eyni vəziyyətdə deyir. Maraqlı yanaşmadır. Gəlin birlikdə baxaq. Bu cümlə şagirdə nə deyir? Sən cəhd etdin və bu dəyərlidir. Və bu fərq sinifi dəyişir. Səsim yetəri qədər gəlir. Aha. Müəllim danışır, deməli, izah edir, nümunə verir. Sonra isə deyir ki, anladınız, sinif susur. Və müəllim bunu bəli kimi qəbul edir. Amma bu bəli deyil. Bu, biz iştirak etmək istəmirik deməyin səssiz formasıdır. Çünki anladığınız sualı düşüncə tələb etmir. Bu sual məsuliyyətli şagirdin üzərindən götürür. Əgər sən həqiqətən danışdırmaq istəyirsənsə, suallarını dəyişməlisən ilkin növbədə. Çünki düzgün sual yarım dərsdir. Səncə niyə belədir? Bu başqa necə ola bilər? Əgər sən müəllim olsaydın, nə edərdin? Bu fikirlə razısanmı? Niyə razısan? Bu suallar cavab yox, düşüncə yaradır. Amma burada çox kritik bir səhv var. Müəllim sual verir və dərhal cavab gözləyir. Sual verdiyi an gözləyir ki, 2, 3, 4 nəfər əlini qaldırsın və müəllim onları qaldırsın, onların cavabını dinləsin, susun. Müəllim sual verir və dərhal cavabını gözləyir. Sinifdə yaranan ən böyük problem budur. Bu sinifin 90%-ni oyundan çıxarmış olur. Yəni 90% artıq o 2-3 nəfərdən başqa geridə qalan bütün sinif artıq cavab verməyəcək. Çünki düşünmək zaman istəyir. Sən sual verəndən sonra susmalısın və ən azından 5 saniyə, 10 saniyə, 1 dəqiqə sinifə zaman verməlisən ki, sinif sənin verdiyin sualı qavrasın. Bəlkə elə uşaqlar ki, onun qavraması zəifdir və sənə istədiyin anda reaksiya verə bilməyəcək. Sənin düşünməyə haqqın var siqnalını şagirdə ötürməlisən və birdən-birə daha çox şagirdin qoşulduğunu görəcəksən. Birdən-birə əgər sizin sinifinizdə 2 nəfər, 3 nəfər, mütəmadi 4 nəfər sizin suallarınıza cavab verirsə, artıq bu strategiyadan sonra həmin 3-4 nəfər 8, 9, 10 nəfərə qədər qalxacaq. İndi isə daha vacib bir həqiqətə toxunaq ki, könüllü kimdir sistemi artıq işləməyəcək. Çünki həmişə eyni 2 nəfər danışacaq. Hər hansı bir dərsə uşağı çağırmaq istəyirsinizsə və könüllü olaraq kiminsə gəlib dərs danışmağını istəyirsinizsə, bu 2-3 nəfərdən başqasını dərsə qaldırmayacaq. Əgər sən həqiqətən dəyişiklik etmək istəyirsənsə, sistem qurmalısan. Deməlisən ki, hamı bir cümlə deyəcək. İlk dəfə çətin olacaq, ikinci dəfə narahat olacaq, üçüncü dəfə normal olacaq. Dördüncü dəfə isə bu sinifin mədəniyyətinə çevriləcək. Çünki uşaqlar qaydaya uyğunlaşır. İndi isə ən sərt həqiqətlərdən biri isə, belə deyim də, müəllimin hazırda mənim pozisiyamda olduğu kimi müəllimin çox danışmasıdır. Çünki bu zaman sadəcə uşaqları dinləmə rejimində saxlayırsınız. Onlar sadəcə dinləyirlər, susurlar. Amma müəllim az danışanda onlar başlayır danışmağa. Müəllim özünü saxlayanda onlar artıq özlərini ifadə edə bilirlər. Çünki mən bilirəm, mən izah edirəm, mən nəzarətçi olmaq istəyirəm. Amma bu nəzarət inkişafı öldürür. Əgər dərsin sonunda sən yorulmusansa, amma şagirdlər yoxdursa, bu dərs effektiv olmur. Əgər şagirdlər danışıbsa, müzakirə edibsə, səhv edib düzəldibsə, o dərs yaşanır. İndi təsəvvür edin ki, siz dərsə girirsiniz və ilk 10 dəqiqə danışmırsınız. Sual verirsiniz, şagirdləri danışdırırsınız, onların fikirlərini toplayırsınız, onları bir-biri ilə müzakirəyə cəlb edirsiniz və birdən dərs dəyişir. Bu artıq sənin dərsin deyil, bu artıq onların dərsi olur. Və insan özünə aid olan şeyi qoruyur. Əgər bu dərs onlara aiddirsə, onlar bunu qoruyacaqlar. Ən güclü bir mexanizmi diqqətinizə çatdırmaq istəyirəm. Cütlərlə danışıq. Şagird hamının qarşısında danışmaqdan qorxur.
Nəinki şagird, çox zaman biz özümüz də hamının qarşısında danışmağa qorxuruq. Amma bir nəfərlə danışmaqdan yox. Əgər bir mövzunu şagirdə yanındakı ilə müzakirə etməyə verirsinizsə, onda sinif canlanır, onda sinifdən səs gəlir, enerji artır. Sonra o müzakirə etdiklərini siniflə paylaşırlarsa, 2 nəfər müzakirə etdikləri mövzunu siniflə paylaşırsa, onda artıq qorxu azalır. Çünki fikir artıq formalaşır. Amma sən burada sadəcə tapşırıq verən deyil, idarə edən olmalısan. Gəzməlisən, dinləməlisən. Şagird hiss etməlidir ki, sən onu eşidirsən. Çünki eşidilən insan danışmağa davam edir. İndi isə ən narahat edici həqiqətə toxunmaq istəyirəm ki, bəzən müəllim şagirdin danışmasını istəmir. Yəni, gəlin bunu öz boynumuza alaq. Bəzən danışmağını istəmir ki, sinifdə səssizlik olsun, sinifi daha yaxşı kontrolda saxlayaq. Şuuraltı olaraq, çünki çox danışan sinif səssiz sinifdir. Səssiz sinif isə nəzarət tələb edir. Daha doğrusu etmir. Bəzi müəllimlər sakitliyi intizam zənn edirlər. Amma sakitlik inkişaf deyil. Sakit sinif çox vaxt öyrənməyən sinifdir. Danışan sinif isə canlı sinifdir. Orada həyat var, fikir var, müzakirə var, bəzən xaos var. Amma bu idarə olunan xaos öyrənmənin zirvəsidir. İndi özünüzə sual verin. Siz nəyi istəyirsiniz? Sakit sinif, yoxsa inkişaf edən sinif? Əsas məsələ. Əgər inkişaf istəyirsinizsə, səsə hazır olun. Və bugün buradan çıxanda sadəcə bir şey edin, hamısını yiyin. Bir bu strategiyaları yoxlamağa çalışın. Sadəcə birini yoxlayın. Suallarınızı dəyişin, 5 saniyə gözləyin, hamını danışdırın. Bunları bir-bir etdikdə artıq sinifdə necə dəyişiklik olduğunu görəcəksiniz. Çünki böyük dəyişikliklər kiçik qərarlarla başlayır və sonunda yaxşı müəllim izah edən deyil, yaxşı müəllim danışdırandır. Məsələn, müəllim səhnədə tək çıxış edən bir spiker deyil. Müəllim səhnədə zalı idarə edən bir aparıcı deyil. Biz bilik ötürən insanlarıq, biz düşüncə oyadan insanlarıq. Əgər bir gün şagirdlər məndən əvvəl danışmağa başlayırsa, mən artıq qalib gəlmişəm deməkdir. Əgər onlar sizdən qorxmurlarsa, onda siz yaxşısınız deməkdir. Əgər sizi dinləyirlərsə, siz çox yaxşısınız. Amma əgər sizinlə danışırlarsa, siz artıq unudulmazsınız. Və unutmayın ki, danışan şagird inkişaf edən şagirddir. İnkişaf edən şagird isə gələcəyin güclü insanıdır. Sən sadəcə dərs keçmirsən, sən gələcək qurursan. İndi seçim səndədir. Sabah sinifdə səssizlik olacaq, yoxsa həyat bunu artıq sən qərar verəcəksən. Daha sonra mən bir dəqiqə üzr istəyirəm, planı böyüdəcəm. Çünki yazılanları görmürəm, kimsə nəsə yazıbsa çatda. İstədiyiniz zaman suallarınızı verə bilərsiniz. Maksimum dərəcədə oxumağa çalışacağım və yaxud da İlham müəllimə kömək edə bilərsinizsə siz çatı oxuyun. Mən direkt sualları cavablandırım. Sualı olan varsa buyura bilər mövzumuz ətrafında. Təşəkkür edirəm Aygün xanım, çox sağ olun. Salam, hər vaxtınız xeyir, bir fikir bildirə bilərəm. Salam, hər vaxtınız xeyir, buyura bilərsiniz. Fikirləri çox gözəldir, mən qatılıram sizin fikrinizə. Mən özüm artıq 10 ildir müəllim olaraq fəaliyyət göstərirəm, həm universitetdə, həm kollecdə. Amma bir nüansı nəzərinizə çatdırmaq istəyirəm ki, bir məsələ də var ki, bəzən rəhbərlik o səs-küy, belə deyim, aktiv dərsi çox da qəbul etmir. Yəni, mənim başıma gəlib şəxsən, uşaqlarla diskusiya zamanı içəri daxil olublar və çox səs-küy gəldiyini bildiriblər. Bir irad olaraq da belə deyim. Amma halbuki mən bir sorğu keçirmişdim uşaqlar arasında və hər biri qatılıb öz fikirlərini səsləndirirdilər. İndi təbii ki, biz kurikulum tələbə yönümlü, şagird yönümlü dərs tələb edirsə, düşünürəm ki, bu dərslərin aktiv formada keçirilməsi də mütləqdir. İndi o yön hər müəssisədə bu düzgün
biraz ənənəvi tədris prosesindən qalıb ki, sakitlik olmalıdır, disiplin olmalıdır. Bu nüanslar da var yəni. Bizim toxunduğumuz da zaten budur ki, ənənəvi sakitçilik inkişaf deyil. Əgər orada rəhbərlik də uşaqların inkişaf etməyini istəyirlərsə, o zaman o səsə hazır olmalıdırlar. Çünki sakit ortamda, sükutda inkişaf yoxdur. Müzakirə olmayan mühitdə, diskusiya olmayan mühitdə inkişaf yoxdur. Sakitçilik varsa, bu uşağın beynindəkiləri biz necə çözə bilərik ki, bu sinifdə neçə nəfər dərsə adaptasiya olub, dərsi öyrənib və bizim istədiyimiz nəticəni verə bilir. Elə şagirdlərimiz var ki, onlar ümumiyyətlə danışmaqdan qaçan şagirdlərdir. Testi, dəftəri qoy qarşısına, yetəri qədər cavablasın. Bütün sualları cavablasın, %100 bal toplasın, amma danışmaqdan qaçırlar. Bu şagirdləri necə danışdıraq? Əgər onların mühit adaptasiya eləyə bilmiriksə, onların sakit qalmağını istəyiriksə, onlardan nə dərəcədə danışmaq gözləyə bilərik? Çox da %100 yazır, test üzərindən yazır. Bu testdə yazdığı sualları şifahi olaraq danışa bilirmi bu uşaq? Bunu hardan öyrənək? Əgər biz o uşağın səsini eşitmək istəmiriksə, axı bilik sadəcə dəftər və qələmdən ibarət deyil. Mən öyrəndiklərimi danışmasam, öyrəndiklərimi qarşı tərəfə ötürməsəm, mən sabah necə müəllim olaram? Bir uşaq danışa bilmirsə, sadəcə testlərlə edirsə, sabah o uşaq gedib imtahan versə, müəllim olsa, auditoriya qarşısına çıxanda öz fikrini necə ifadə edəcək? Köhnə metodlardan artıq uzaqlaşmaq lazımdır, mütləq şəkildə. Köhnə metodlar artıq indiki uşaqların yönünü bəlli etmir. Köhnə metodlar indiki uşaqlara işləmir. Köhnə metodlarla getsək, səssizlik indiki uşaqları inkişafdan saxlayan əsas problemdir. Əsas problem səssizlikdir. Çünki indiki uşaqların çoxusu hiperaktiv uşaqlardır. %70'i hiperaktiv uşaqlardır. Hiperaktiv uşaqların nə bir yerdə oturmağı bacarır, nə də dilinə sahib çıxmağı. Bu uşağı zaten danışdırmalısan ki, onun içindəki potensialı görə biləsən. Danışılmayan ortamda, yenə deyirəm, inkişaf mümkün deyil. Danışılmayan ortamda sadəcə 2 nəfər, 3 nəfər adəti üzrə dərsə cavab verəcək. Sadəcə 2-3 nəfər, geri qalan bütün sinif yatacaq və bu yatan sinifin neçə nəfəri dərsi dinlədi və neçə nəfəri dərsə sabah cavab verə biləcək, onu heç bir müəllim bilməyəcək. Çünki onun dilindən tökülən sözləri bilmir. Çünki onun müzakirə dairəsində nə dərəcədə həmin suallara cavab verəcəyini bilmir. Çünki ondan rəhbərlik tələb edir ki, sakit ortamda dərs keçir. Amma bu sakitçilik həm o məktəbin, həm o sinifin aşağı düşməsinə səbəb olacaq. Buyurun, davam etmək istəyən varsa. Mən çatı görmürəm, istəyirsinizsə çatı oxuyarsınız. Çatı daxil ola bilmirəm, ekran gedir. Salam, hər vaxtınız xeyir olsun. Buyurun, Nəvaxət xanım, buyurun. Hər vaxtınız xeyir olsun. Mən bir yolunu öyrənmək istəyərdim. Mən misal üçün şagirdlərə danışmağa çox şans verirəm. Misal üçün son layihəmiz var, hər ay bir kitab oxuyuruq, sonra onu müzakirə edirik. Bəzən bu müzakirə mənim daha çox zamanımı alır. Bir də görürsünüz, zəng vurulur, nəysə uşaqlar çünki danışmaq istəyirlər. Danışan uşaqlar var və sinifdə də 32 uşaq. Hər birini, bəzisi var, daha uzun danışmaq istəyir. Yəni qısa demək olar da o fikri uzatmaq istəyir, danışsın. Məcbur olub bəzən onları dayandırmaq olursan ki, o uşaqlar da danışsın. Çünki sənin qurduğun bir plan var da, bu plan ərzində sən o mövzunu çatdırmalısan. Mən çatdırmaqda, bəzən onda çətinlik çəkirəm ki, uşaq çox danışmaq istəyir, vaxt yetmir. Onu necə idarə eləmək olar? Uşaq çox danışmaq istəyirsə, daha öncə vurğuladığım kimi 1 dəqiqə sisteminə keçəcəksiniz.
Uşaqlar 31 nəfər, 32 nəfər, 30 nəfərdirsə, onları 2-2-2-şər olaraq qruplara böləcəksiniz. İlk öncə mövzunu onlar özləri öz aralarında müzakirə edəcəklər. Daha sonra sizin tərtib etdiyiniz yerdə qalan 5 dəqiqə gəlirsə, həmin 5 dəqiqə qrup olaraq cavab verəcəklər, sizin istədiyiniz cavabları verəcəklər. Beləcə onlar həm danışma ehtiyaclarını qarşılamış olacaqlar, yanında oturan insanla danışacaq, müzakirəsini aparacaq və sizin istədiyiniz cavabı sizə geri dönüş edəcək. Ən optimal üsul odur ki, vaxtı şagirdlər arasında böləsiniz. 30 nəfər məsələn şagird varsa, vaxtı hər birinə məsələn 2 nəfər 2 dəqiqə verirsinizsə, bu 2 dəqiqə ərzində onlar düşünürlər. 2 dəqiqə düşündükdən sonra artıq qrup şəklində, məsələn, əvvəl 30 nəfər danışmalı idisə, indi 15 nəfər ümumi nəticəyə gəldiyi fikri bölüşməli olur. Beləcə vaxta da qənaət etmiş olursunuz və 1 dəqiqə, 2 dəqiqə vermiş olaraqdan artıq 45 dəqiqə dərsə bütün şagirdləri yerləşdirə bilərsiniz. Bu yöntəmlə hamısında olmasa, ən azından %80% artıq danışmış olacaq və sizə öz fikirlərini bildirmiş olacaqlar. Çox sağ olun, təşəkkür edirəm. Buyurun, xoşdur. Başqa buyurun, kimsə varsa. Salam, axşamınız xeyir olsun. Salam, hər vaxtınız xeyir olsun. Buyurun. Biz kurikulum metodu yeni çıxanda təlimlərə qatılmışdıq. Orada bizə deyirdilər ki, təlimçilər kurikulum metodunda maksimum 12-15 şagird olmalıdır. Amma indi hal-hazırda siniflərdə 38-40-a yaxın uşaq var. Məncə bu kurikulum metodu üçün əlverişli deyil. Müəllim vaxt ayırıb bütün uşaqları danışdıra bilmir. Ona görə də, nə bilim, bu uşaq çoxluğundan biraz mən də narazıyam. Elə bilirəm ki, bu təhsil sistemində bir boşluqdur, nəsə ora bir müdaxilə eləmək lazımdır. Uşağın çoxluğundan həqiqətən də çox şikayət edirik. Bir çox siniflərdə 40-a yaxın, 42 uşaq var. Məncə bu kurikulum sistemi üçün uyğun deyil. Kurikulum sistemi üçün uyğun olan sinifdə 15-20 uşağın olmasıdır. Sadəcə bizim təhsil yöntəmimiz tamamilə fərqli istiqamətdən irəliləyir. Təhsil yöntəmimiz həm kurikulumu özündə saxlamaq istəyir, həm də kurikulumdan əvvəlki dövrü özündə saxlamaq istəyir. Bunun ikisini də bir arada saxlayanda hal-hazırda sizin dediyiniz problemlər yaranır. İstəsək də, istəməsək də. Təhsil sistemimizdə həm istəyirlər ki, şagirdlər suallara açıq cavab versinlər, açıq şəkildə cavab versinlər, açıq şəkildə ona görə cavab versinlər ki, uşaq öyrəndiyi dərsi əzbərləməsin, qarşı tərəfə ötürə bilsin, öz fikrini ötürə bilsin, bu da danışıqdan irəli gəlir. Eyni zamanda da istəyirlər ki, şagird sussun. Bu da bizim təhsil sistemimizin yaratdığı problemdir. Bunu biz, sən, başqası deyil, bu sistemin başında oturanlar bunu idarə edib yön qoymalıdır. Buyurun, başqa? Kimlərin sualı varsa, dəqiqə səs alın. Kimlərin sualı varsa səsli formada verə bilər. Tamam, hər vaxtınız xeyir olsun. Sual verə bilərəm mən də? Salam, hər vaxtınız xeyirli olsun. Buyurun. Müəllimə, bir də mən də balacalarla işləyirəm. Məktəbə qədərlər və ibtidailər olur da. Bəzən mövzunu qoyuram, mövzu üzrə sual-cavab eləyirəm. İstəyirəm ki, mövzu üzrə danışsınlar. Başlayırlar bunlar mövzudan kənara çıxmağa. Biri başlayır ki, mənim anam da belə elədi, hansısa mövzuya uyğun deyirsə, o birisi də başlayır mövzudan kənar başqa öz evindən başqa bir söhbətlər eləməyə. Və bunda da uşaqdılar da, yəni sözünün keçəndə bir də görürsən, ya xətrinəmi deyir, ya baxırsan ki, sonra cavab vermir. Balacalarla necə eləyim ki, mövzu qoyanda mövzu üzrə danışsınlar da, sırf mənlə kənara çıxmasınlar. Yəni onları incitmədən, xətrinə dəymədən necə eləyə bilərəm? Çox sağ olun sualınıza görə. Siz düşünürəm ki, 5-6 yaş qrupları ilə işləyirsiniz. Və
bu yaş qrupu olan təbəqədə ümumiyyətlə diqqət dağınıqlığı əsas problemdir. Diqqətini bir yerə cəmləməmək, buradan o tərəfə keçmək, oradan o tərəfə keçmək, həmin uşaqlara siz rəngləmək üçün bir albom versəniz, hal-hazırda belə deyim də sizə rəngləmə kitabları var. Rəngləmə kitabları versəniz, onlarda bunu zaten yetəri qədər aşkar şəkildə görəcəksiniz. Çünki o uşaq birinci səhifədən biraz rəngləyəcək, keçəcək ikinci səhifədən biraz rəngləyəcək, üçüncü səhifədən biraz rəngləyəcək. Bu diqqət dağınıqlığının əsas belə deyək də göstəricisi budur. Bunu idarə etmək yox, nisbətən qaydasına salmağın yolu isə diqqət cəmləyən oyunlar var. Sırf həmin yaş təbəqəsi olan uşaqlar üçün diqqət toplaması, hafıza kartları, yaddaş kartları oyunları var. Onlardan istifadə edərəkdən onların diqqətini bir yönə yönləndirməyə çalışa bilərsiniz və bu aşama, yəni mərhələ olmalıdır. Bugün, məsələn, bu dərsə 15 dəqiqə zaman ayırmalısınız, sabah 20 dəqiqə zaman ayırmalısınız. Belə uşağın diqqəti artıq formalaşmış olacaq. Yəni, diqqəti formalaşmayan 5 yaşında, 6 yaşında uşaq zaten 5 yaşında, 6 yaşında uşaq ən çox oyuna meyilli olur. Özünü daha çox ifadə etməyə meyilli olur və diqqət üstünə cəlb etməyə meyilli olur. O yaş təbəqəsində olan uşaqlar çox danışmaq istəyirlər. Ona görə ki, onlar qarşı tərəfdən onların dinlədiyini görürlər. Onlar üçün mövzunun fərqi yoxdur. Bu istəyir sizin təyin etdiyiniz mövzu olsun, istəyir o mövzudan çıxsın, geçsin, tamamilə başqa bir mövzu danışsın. Nəticə etibarilə o artıq orada hiss edir ki, dinlənir və danışmaq istəyir, daha çox danışmaq istəyir, mövzudan mövzuya keçid etmək istəyir. Bunun əsas yerində səbəbi odur ki, həm o yaş qrupunun belə deyək də əsas xarakteristikası odur. Uşaq özünü dinlətməyi sevir deyənə daha çox danışmaq istəyir, ona görə mövzudan yayınır və əsasda diqqət problemi, diqqət əksikliyi problemidir ki, bunu da, yenə deyirəm, yaddaş kartları var və diqqət toplayan oyunlar var. Onlardan istifadə edərək hər belə deyək də həftədə 5 gün dərs keçirsinizsə, o həftənin 2 günlük diqqət cəmləyən oyunlara həsr etsəz, həmin uşaqlarda ciddi dəyişiklik, irəliləyiş görəcəksiniz bu mövzuda. Çox sağ olun müəllimə, təşəkkür edirəm. Buyurun, başlayın. Bir də xanımın sözünə qüvvət danışdıqca ağlıma gəldi. İndi bir şeyi mən bilmək istəyərdim. Biz mövzu haqqında danışırıq. Həmin mövzudan uşaq başına gələn, ətrafında olan insanlardan, yəni həmin hadisəyə uyğun olaraq nümunələr danışırlar da öz ailəsindən. Hər hansı bir mövzudan danışırıq. Bir plan kəsdə də, məsələn, mənim anamda da belə olmuşdu. Başlayırlar, biri danışır, sonra o birisi də keçir. Yəni əslində bu az uşaq olanda əslində fikirləşirəm ki, bu normaldır da. İndi bilmirəm, sizin fikirləriniz də önəmlidir. Uşaq danışmalıdır. Ancaq bu uzanır. İstəsəm, biri danışır, o birisi də demək istəyir, o birisi də demək istəyir ki, mənim də ətrafımda belə bir şey var. Və bu artıq uşaqların söhbətlərinə keçir də, nümunələrə daha çox keçir. Yəni bu qədər uzun olması normaldır, yoxsa ümumiyyətlə icazə verilməməlidir uşaqlar o mövzuya aid nümunələr çəksin, uzatsın. Məndə də 3-cü sinifdə, ancaq 3-də də eyni ilə olur. Hər hansı bir mövzu danışırıq, uşaqlar həyatdan və ya ailəsindən nümunələr gətirməklə bildirmək istəyirlər ki, mən də belə bir şey görmüşəm, yaşamışam. Bir danışmaq istəyirlər. Mən sizi aydın başa düşdüm. Bunu daha öncə də vurğuladığım tətbiqi siz orada edə bilərsiniz, 3-cü sinif uşaqlarına. Dəqiqə, yəni saniyə ölçən rejimindən onları danışdıra bilərsiniz. Əgər vaxtı kontrolda saxlamaq istəyirsinizsə və hər kəsə vaxtın yetməyini istəyirsinizsə, bunu bu şəkildə etmək olar. Həmin yaş dövründə olan uşaqlar ümumiyyətlə 10 yaşına qədər olan uşaqlar diqqəti üstlərinə cəlb etməyi sevirlər. Mərkəzdə olmağı sevirlər, çox danışmağı sevirlər. Həmin yaş dövründə olan uşaqlardan çox nadirən görərsiniz ki, susqun, özünə qapalıq, kənarda köşədə oturub ümumiyyətlə dərsə reaksiya verməsinlər. Əgər dərs onlara maraqlıdırsa, sinif ortamı yetəri qədər onların aktivliyinə uyğundursa, onlar o dərsdə iştirak edib, belə deyək də, mərkəzdə olmağa üstünlük verəcəklər. İstəyir, yenə deyirəm, həmin mövzu onların dərsinə uyğun olsun, istəyərsə də mövzunun kənarında olsunlar. Onlar yenə də çalışacaqlar, öz fikirlərini bildirsinlər. Burada vaxtı kontrolda saxlamağın yolu isə saniyə ölçənlə hər bir uşağa, məsələn, deyək ki, qrupda 20 nəfər uşaq var və bizim danışmaq üçün sadəcə 25 dəqiqəmiz var.
Düzdür? Hər uşağa burada 1 dəqiqə 10 saniyə vaxt düşürsə, bunu saniyə ölçənlə artıq idarə etmək lazımdır. Sən danış 1 dəqiqə 10 saniyə ərzində fikirlərini bildir. 1 dəqiqə 10 saniyədən sonra keçəcək fikir filan kəsə. Bu şəkildə vaxtı kontrolda saxlamaq olar. Buyurun, başqa sual vermək istəyən varsa. Suallarınızı səsli formada verə bilərsiniz və yaxud da aşağıda qeyd edin. Məndə də çünki görünmürdü, ekranı alırdım qeydə və bu zaman ekranda görünmür. Yenidən yazsanız xoş olar. Bir də ekran kaydı qrupa atılacağıma Bəli. Bütün təlimlərimizin qeydi, video qeydi qrupa göndərilir ki, hər kəs rahat formada əldə edə bilsin. Bundan öncəki təlimlərində bütün hamısının video qeydi mövcuddur. Daxil olub izləyə bilərsiniz. Başqa sualınız varsa ünvanlaya bilərsiniz. Müəllimə, bir də davam demək istəyirəm ki, o uşaqlarda, balaca uşaqlarda adətən, bilmirəm, yuxarı yaş qrupunda da o xasiyyət varmı? Və hamısı istəyir ki, müəllimə, mənə qulaq as. Biri danışır, baxırsan ki, qoyduğun mövzuya uyğun bir nümunə gətirdi, amma o birisi artıq mövzuya uyğun nümunə gətirmir. Mövzudan kənara çıxıb, amma yenə də istəyir ki, müəllimə ona da qulaq assın. Ona qulaq asırsan, o birisi də başlayır ki, müəllimə, mənə də qulaq as. Və belə artıq mövzudan çox kənara çıxırlar və hamısı da istəyir ki, müəllimə ancaq ona qulaq assın. O, belə deyim də, onayı da, o razılığı da həmişə müəllimədən gözləyirlər ki, müəllimə onun da fikrinə qulaq assın. Amma halbuki o artıq mövzudan kənara çıxıb, onun fikri artıq bu mövzuya uyğun deyil. Həmin yaş təbəqəsi olan uşaqlarda, yenə deyirəm, özünü mərkəzdə hiss etmə duyğusu yüksək olur. Mütləq şəkildə rəqabət yüksək olur. Sinif yoldaşları arasında rəqabət yüksək olur və o yaş təbəqəsində olan uşaqlar istər-istəməz mövzuya aidiyyəti olmasa belə fikir bildirməyə, özünü mərkəzdə hiss etməyə və müəllimədən hər zaman onay görmək istəyi olur. O yaş təbəqəsində olan uşaqlardan və siz hər hansı bir uşağı o yaşında sustursanız, danışmağa icazə verməsəz, o 1-ci sinifdədirsə və yaxud da məktəbə qədərdədirsə, əmin olun ki, 11-ci sinifə qədər həmişə həmin yolu gedəcək. Mütləq şəkildə elə bir intizam qurmalısınız ki, bütün uşaqlar danışmağa yönümlü olsun, özlərini ifadə etməyə yönümlü olsun. Əgər bir uşağı bugün danışmağa yox, susturmağa çalışsaq, sabah biz həmin insanı danışdıra bilməyəcəyik. 5 yaşında, 6 yaşında uşağı bugün dərsdə öz fikrini dediyinə görə, amma səhv dediyinə görə sustursaq, sabah biri gün o uşaqda səhv deyərəm qorxusu olacaq. Səhv desəm, müəllim qəbul etməyəcək məni qorxusu olacaq. Bunları nəzərə alaraq ən çox da zaten məktəb 5 yaşından, 6 yaşından başladığına görə, uşağın artıq adaptasiyası məktəb mühitinə 5 yaşından, 6 yaşından olduğuna görə müəllimin öhdəliyinə düşən əsas vəzifə budur ki, uşağı susturmasın. Ələxüsusda 5-6 yaşında uşaq, məktəbə adaptasiya olmaq dönəmində olan uşaq susursa, o uşaq, o çıxışımın əvvəlində vurğuladığım 80% danışmayan uşaqlardan olacaq. Sinifdə 1-2 nəfər aktiv olacaq, öz fikrini bildirməyə meyilli olacaq. O susturulan uşaq isə qalacaq 80%-in içərisində. Danışaram, birdən səhv deyərəm. Danışaram, birdən mənə bu mühitdəki uşaqlar gülər. Danışaram, birdən müəllim məndə irad tutar və yaxud da sərt reaksiya verər. Uşağın danışmağını bugün sustursuz, sabah onun ciddi fəsadlarını görə bilərsiniz. Ona görə də əziz müəllimlər, indi məndən burada yaşda yəqin ki, böyüklər də var. Amma yeni metodlar, yeni dövrün metodları sadəcə uşağın inkişafını istəyir və inkişaf edən uşaq susan uşaq deyil. Özünü ifadə etməyən, özünü ifadə edə bilməyən uşaq gələcəkdə ondan güclü inkişaf gözləmir. Bugün susturduğunuz uşaq sabahları danışmayan uşaq olacaq. Buyurun, davam etmək istəyirəm. Valideynlərlə əməkdaşlığın yollarını soruşublar aşağıdakı. Valideynlərlə necə əməkdaşlıq etmək olar?
Valideynlərlə əməkdaşlıq eləmək bir müəllim üçün çətin. Yəni uşaqla əlaqə qurmaqdan belə daha çətin bir vəzifədir. Çünki valideyn psixologiyası fərqlidir. Hər bir valideyn standart psixologiyada deyil və hər valideynin uşağı da standart psixologiyada deyil. Valideynlərlə mən tərəfdarıyam ki, üçbucaq rejimində bağ qurulsun. Uşaq, valideyn, müəllim bağı. Uşaq tək müəllimdən öyrənməsin, uşaq evindən də öyrənsin. Tək güc müəllimin üstünə düşməsin, valideyn də kömək olsun. Mən bunun tərəfdarıyam. Amma və lakin hazırki dövrdə təhsil sistemimizdə elə bir sistem qurublar ki, bütün güc və səlahiyyət və məsuliyyət düşür müəllimin boynuna, hər bir işi müəllim görməlidir və evdə valideyn heç nə etmək istəmir. Uşaqların təhsil sistemini 5 yaşa endiriblər. 5 yaşından artıq uşağın oynayacağı, deyib güləcəyi, hoppanıb düşəcəyi bir vaxtda uşaq başlayır A, B, C, 1, 2, 3 öyrənməyə. Hansı ki 5-10 il bundan əvvələ geçsək, həmin dövrdə uşaqlar 6 yaşından, hətta 7 yaşından məktəbə gedən bu dövrlərdən keçirdilər. İndi isə uşaqlar 5 yaşında bu proseslərdən keçirlər. Və təbii ki, 5 yaşında uşağın valideyninə pedaqoji təhsil almadığına görə 5 yaşında uşağı dərsilə adaptasiya etmək çətindir. Çünki 5 yaşında uşaq sadəcə oyun oynamaq istəyir. Sadəcə oyun oynamaq istəyir, tullanmaq istəyir, düşmək istəyir. Təhsildə yəni gəlib oturub dəftər qabağında, kitab qabağında, hər hansı bir qələm əlində oturub yazı yazmaq istəmir. 1, 2, 3 öyrənmək istəmir. Çünki uşağın hal-hazırki yaşı o deyil. Nə qədər bizim təhsil sistemimizə 5 yaşından başlasalar da, amma biz müəllim olaraq, pedaqoji təhsil keçən bir insanlar olaraq bilirik ki, 5 yaşında uşaq sadəcə oynamaq istəyir. Bu uşaqların valideynləri ilə bağ qurmaq isə hər bir valideynin özünə görə psixologiyası olduğuna görə müəllim üçün çətindir. Bütün valideynlər eyni deyil. Bütün valideynlər müəllimləri başa düşmürlər. Və bütün müəllimlər də valideynləri eyni şəkildə başa düşmürlər. Bu sadəcə birə-bir olan ünsiyyətin nəticəsində olan bağdır. Mən burada bu cür yöntəmlər desəm, yollar desəm, hər valideynə eyni yöntəmi uygulaya bilmərsiniz. Hər valideynlə eyni yöndən gedə bilmərsiniz. Çünki bu düzgün fikir olmaz. Hər valideynin təhsilə yanaşması eyni deyil. Hər valideynin məktəbə yanaşması eyni deyil. Hər valideynin müəllimə yanaşması eyni deyil. Bəzi valideynlər düşünərkən ki, mən müəllimlə paralel şəkildə hərəkət etməliyəm. Bəzi valideynlər düşünür ki, bütün məsuliyyət müəllimin üstündə olmalıdır. Mənim uşağımı sıfırdan müəllim imtahana hazırlaşdırmalıdır və mənim uşağım imtahandan kəsilirsə, bunun tək günahkarı müəllimdir. Buyurun. Təşəkkür edirik. Mən təşəkkür edirəm. Salam, bana söyle olsun. Buyurun, salam, buyurun. Mən yazmışdım, məndə bir şagird var, inanın ki, məndən başqa heç bir müəllimin sualına cavab vermir. Həmin müəllim verdiyi sualı mən verirəm, ancaq mənə cavab verir. Yəni özü də açıq aydın deyir ki, mənim müəllimim sizsiz, onlar mənim müəllimim deyil. Bax, mən bu şagirdi, yəni necə edim ki, 5 yaşlı dözdə. Necə edim ki, o biri müəllimlərin də sualına cavab versin. Bilməmiş deyil, bilir. Direktor gəlir sinifə, zavuc gəlir sinifə, uşaqların bilik səviyyələrini yoxlayırlar da 5 yaşlıya görə nəyi öyrənib, nəyi öyrənməyiblər. Eyni sualı, məsələn, insan orqanları mən deyirəm, həmən sualı mənə açıq aydın deyir. İndi həmən sualı zavuçmu, direktormu, ya ayrı fərd birləşmə sədrimi uşaqlara verəndə bir kəlmə belə danışmır onlardan. Yəni bunun dilini biz necə açaq? Xanım 5 yaşında uşaq adaptasiya prosesi. O ana qucağından çıxıb, təsəvvür edin, ana qucağından çıxıb gəlib sizin yanınıza və hal-hazırda siz onun ikinci anası rolundasınız və sizi elə görür. Onun psixologiyasında sizdən başqa insanla danışmaq onun üçün doğru deyil. Ona zərər verə bilər. Onun hələ o insanları zavuç kimi qəbul etməsi, direktor kimi tanıması və ya da hər hansı bir müəllim kimi tanıması bir il yarımdan sonra olacaq. Çünki bəzi uşaqlar
Hər bir uşaq da eyni psixologiyada deyil. Hər bir uşaq da eyni şəkildə öyrənmir və eyni şəkildə adaptasiya olmur. Məsələn, Əlidən gördüyünüz potensialı Rızadan gözləyə bilmərsiniz. Rıza 1 aya adaptasiya olursa, Əli bəlkə 5 aya adaptasiya olur. Bəzi uşaqlar temboli, əlavsızdır istəyirəm, bir uşağın 5 yaşı varsa, 5 yaşı nədir? Bağçadan çıxıb hələ məktəbə adaptasiya olma prosesidir. Bu uşaq hələ adaptasiya olur. Bəli, çox bilgiyə sahib ola bilər. Sizin öyrətdiyiniz hər şeyi %100 qavraya bilər. Amma bunu sizdən başqasına deməməyi, sizdən başqasının təhlükəsiz hesab etmədiyinə görədir. Çünki o uşaq, yenə deyirəm, anasının yanından çıxıb sizin yanınıza gəlir və sizi orada təzə sizə adaptasiya olur. Onun üçün sizdən başqası hələ ki təhlükəli obyektdir və onlarla ünsiyyətə keçmirsə, onlardan qorxur. Qorxur, reaksiyalarından qorxur. Sizin qarşınızda danışanda görür ki, siz onu dinləyirsiniz, səhv olanda yön göstərirsiniz. Amma qarşı tərəfin qarşısında danışanda onun ona necə reaksiya verəcəyini bilmir. Bu baxımdan qorxur. Qorxunu da siz bu dəqiqə aça bilmərsiniz. O gərək adaptasiya olsun. O mühitə adaptasiya olsun. Öyrənsin ki, burada müəllim qavramı nədir? Zavuç qavramı nədir? Direktor qavramı nədir? Bu qavramları öyrəndikdən sonra uşaq artıq o mühitə adaptasiya olacaq. 5 yaşında uşaq hələ məktəbin nə demək olduğunu indi öyrənirsə, onun təbii ki, müəllim, zavuç və yaxud da direktor qabağında danışması çətin olacaq. Uşaqlar hazırlaşdırırıq, tədbirlərə hazırlaşdırırıq. Akt zalında, məşq prosesində çıxırlar, çox gözəl çıxışlar edirlər. Amma 200 nəfərin, 100 nəfərin qarşısına çıxanda o uşaq dayanır. Donub qalır. Niyə? Çünki qarşı tərəfi özünə risk görür. Qarşı tərəfi özünə təhdid olaraq görür. Psixologiya, insanın psixologiyası budur. İstəyir, bu uşaq 5 yaşındadır. Hələ bu uşaq 5 yaşındadır. Bunun adaptasiya prosesi var. Bəzi uşaqlar bizim heç də gözlədiyimiz kimi 1 aya, 2 həftəyə adaptasiya olmurlar. İstəyir, bu bağçada olsun, istəyir, bu məktəbdə olsun. Hər uşağın mühitə adaptasiya prosesi var. O uşağın da adaptasiya prosesi biraz uzana bilər. Məsələn, sizin gözlədiyiniz kimi 1 aya, 2 aya deyil, 1 ilə adaptasiya ola bilər. Hələ onun üçün məktəb ana ocağı kimi sayıla bilər. O elə bilir, düşünür ki, siz onun anasının rəfiqəsisiniz kimi sizi görür. Anasına yaxın insanmışsınız kimi sizi görür. O hələ sizi müəllim kimi görmür. Müəllim nə deməkdir, hələ o anlamır. Onun müəllim deməyi anlaması üçün gərək gəlsin 6 yaşına çatsın o uşaq. Bu biraz zaman alacaq, amma alınacaq. Çünki bütün uşaqlar bu yolu keçirirlər. Təşəkkür edirəm. Çox sağ olun müəllimə. Mən təşəkkür edirəm. Xoşdur. Buyurun. Başqa sualı olan varsa? Mələk müəllimə, Ramilə müəllim qeyd edib ki, ingilis dili üzrə yaxşı dərs keçmək üçün ilk gedişatı hansı formada yazım tədris etmək üçün? Tam çünki mesajlar məndə də silinir deyə tam ifadə edə bilmirəm. Əslində özləri səsli formada bildirsə çox yaxşı olar. Tam olaraq mənim sahəm... Planı necə qura bilərəm deyir ingilis dilində dərs zamanı. Aha, xarici dil eksperti olduğuma görə və əsasən də zaten uşaqlara xarici dil yönündə təhsil verdiyimə görə, istəyir bu 5 yaş olsun, istəyir 10 yaş olsun, istəyir 15 yaş olsun, dilin ilkin mərhələsi söz öyrətmək deyil. Dilin ilkin mərhələsi həmin insanın qarşısında olan insanın o dili öyrənmək istəyib istəməməsidir. Bir insan ingilis dilini öyrənmək istəmirsə və onu qavramaq istəmirsə, nə qədər onun yanında o dildə danışırsan danış, nə qədər onun mühitini ora optimallaşırsa, yəni konfor sahəsinin hər tərəfini ingilis dilindən əhatə edirsən o sənin istədiyin nəticəni verməyəcək. Yəni bu acı olsa da belədir. İlk öncə uşaq və yaxud da böyük fərd, belə deyim, dil öyrənməyə meyilli olmalıdır.
dil öyrənməyə maraqlı olmalıdır. Necə ki, bəzi insanlar əl əməyinə maraqlıdır, dərziliyə marağı var, saç hörməyə, ustalığa marağı var. Bəzi insanların sabahdan axşama qədər tarix oxumağa marağı var. Bəzi insanların matematika, riyaziyyata marağı var. Bəzi insanların da xarici dilə marağı var. Xarici dilə marağı olmayan insanlara xarici dil öyrətməyiniz sizə çətinlik olacaq. Bu birinci mərhələ. Birinci etap onun marağı var, yoxdur, onu öyrənmək lazımdır. Başlayırıq planlamadan. Planlama necə olacaq? Əgər qarşınızda öyrətmək istədiyiniz insan təhsil yönümündə öyrənmək istəyir, yoxsa o dili özünküləşdirmək istəyir, bunu bilmək lazımdır. Təhsil yönündə öyrənmək istəyirsə, zaten o testdən o tərəfə getməyəcək. Çünki ona maraqlı olan nədir? İmtahandan keçsin və salam. İstəyir bu 5-ci sinif olsun, istəyir 10-cu, 11-ci sinif olsun. Ona maraqlı olan sadəcə o imtahan vərəqində yazılan sualları düzgün cavablandırmaqdır. Bunun üçün də ona sadəcə lazımdır qrammatika öyrənmək və söz toplusunu artırmaq ki, orada yazılan cümlələri başa düşsün. Amma özünküləşdirmək nə deməkdir? Özünküləşdirmək o dili danışmağa cəhd etmək. O dili özünküləşdirmək, öz ana dili kimi danışmaq istəyi. O dili o ölkəyə gedəndə, məsələn, buradan durub Amerikaya, İngiltərəyə, ingilis dilli dövlətlərə getdiyi zaman özünü ifadə etmək istəyi. O dili özünküləşdirməkdir. Bunun metodu isə sırf danışıqdan keçir. Danışığın yöntəmi isə artıq onun yaş qrupuna bağlıdır. O uşaq 5 yaşındadırsa, təbii ki, cizgi filmləri ilə, oyunlarla və yaxud da toxunaraq, əşyalara, nesnələrə toxunaraqdan öyrədiləcək. Yox, 10 yaşında, 15 yaşındadırsa, filmlərlə, musiqilərlə, o uşağı danışdırmağa cəhd etməklə, bugün 1 dəqiqə danış ingilis dilində, sabah 2 dəqiqə danış, 1 aydan sonra yarım saat danış, bu şəkildə. O artıq baxır qarşınızdakı fərdin dilə yanaşmasından. Sizdən nə istəyir o uşaq? Ümumiyyətlə, dilə yanaşması necədir? Nə gözləyir? Öyrənmək istədiyi yön necədir? Yenə deyirəm, abituriyent olaraq sırf testləri, imtahanları verib keçmək istəyir, məqsədi bura qədərdir ingilis dilini bilmək, yoxsa özünküləşdirib gələcəkdə bu dili istifadə etmək istəyir. Çünki ikisi də fərqli sahədir. Bir-biri ilə tamamilə əlaqəsiz bir şeydir. İmtahandan keçmək sadəcə 5-6 cümləni əzbərləyib, çünki əzbər olan şey sabah yaddan çıxır. Əzbərləyib, o imtahanların cavablarını verib, imtahandan keçirdi. Amma 1 ildən sonra əzbərlədiyin heç bir məlumat sənin yadında qalmır. Çünki əzbərləmişsən, sən onu özünküləşdirmək istəməmişsən. Amma danışıq yönündə o dili özünküləşdirib sabah istifadə etmək istəyirsənsə, artıq yetəri qədər əziyyət çəkməlisən. Çünki bir dili özünküləşdirmək, öz ana dilin kimi danışmaq səndən yox yerindən 1 il, 2 il vaxt aparacaq. Çünki biz ana dilində danışıq üçün sıfırdan başlayırıq. Sıfırdan başlamaq nə deməkdir? İməkləyən uşağa yerimək öyrədirik. İməkləyən, daha heç iməkləməyən uşağa. İməkləməyən uşağa iməkləməyi öyrədirsiniz, sonra tutub ayağa durmağı öyrədirsiniz, sonra yeriməyi, sonra qaçmağı. Bunlar da 1 ayın, 2 ayın içərisində olan proseslər deyil. Həm qarşıdakı şagirdin səbri zamanı olmalıdır bu proseslərdən keçib dili önəmsəməyə, yəni özəlləşdirməyə, həm də sizin zamanınız olmalıdır bu proseslərdən keçməyə. İlkin mərhələdə xanımın sualına yenə də qayıdıram. Qarşı tərəf sizdən nə istəyir, onu bilməlisiniz və dilə olan marağına baxmalısınız ki, siz ona ötürəcəyiniz məlumatları ona görə ayarlayasınız. Aha, Ramilə müəllimə, hansı sinifə dərs dediyinizdə vurğulasaydınız əslində daha yaxşı olar. Yəni, ibtidai sinifdimi, abituriyentdimi, 8-ə qədərdimi, bunu da mütləq qeyd etməyiniz effektiv olardı. Sualınız haqqında başqa nəsə qaldısa, aşağıda qeyd edə bilərsiniz. Səkinə müəllimə deyir, dərs zamanı bütün uşaqların fəallığı üçün biz öncəliklə nə etməliyik? Fəallığını biz hansı formada təmin edə bilərik? Sinifdə ilk öncə siz nəyi qiymətləndirirsiniz?
çıxışında da bildirsiniz. Ramilə müəllimə, səsiniz açıqdır. Fikriniz var idisə buyurun. Müəllimə, çox sağ olun. Mənim sualımı səsləndirdiniz bayaq. Mən elə bir ildə artıq 2-ci ilə keçib kənd məktəbində dərs deyirəm və həmin məktəbdə də ingilis dili ikinci xarici dil olub və tədris necə deyim 2 ildən bir, yəni ora müəllimlər gedir, yəni gec-gec tədris olunub dərs. Və uşaqlarda həm qrammatik biliklər, həm də söz ehtiyatı çox zəifdir. Mən də orada həftədə 2 dəfə dərsim olur. Hətta onlayn şəkildə də onlarla çalışıram ki, onlara kömək edeyim, irəliləyiş olsun da. Məsələn, buraxılış siniflərində imtahan verirlər və zəif nəticələri olur. Onların daha, yəni dərsin daha effektli olması üçün necə plan qura bilərəm? Bunu öyrənmək istəyirəm. Nə idi? Çox üzr istəyirəm. Yəni 5-ci sinifdən 11-ci sinifə kimidir. Yəni hər o siniflərə dərs deyirəm. Düz aşağı siniflərdə var. İrəliləyiş var. Yuxarı siniflərdən 9, 10, 11 bunlarda biraz zəiflik, yəni imtahan verdikləri üçün zəiflik yəni çoxdur. İmtahan yönümlü olduğu üçün xanım, daha öncə də vurğuladım, onlar əzbər sistemindən getməlidirlər. Çünki 9-cu, 10-cu, 11-ci siniflər əgər imtahana hazırlaşırlarsa, biz onlara böyük zamanlı vədələ götürə bilmirik hazırlaşdırmağa. Yəni, onlara əgər sıfırdan ingilis dilini öyrədib, özünküləşdirib, artıq rahat şəkildə danışıq yönümünə keçirmək istəyiriksə, bunun üçün il yarım, 2 il, daha 2 il yarım vaxt lazımdır. Amma sizin vurğuladığınız sinif təbəqəsi 9, 10, 11-ci sinif olduğuna görə və bunlar imtahan verməlidirlər. İmtahan verməli olduqlarına görə onlar əzbər rejiminə keçməlidirlər. Yəni, tədris olunan dövrdə, tədris olunan qrammatikanı onlar əzbərləməlidirlər ki, gedib imtahandan ən azından verilən sualların yarısını yazsınlar. Çünki burada onlar üçün başqa çıxış yolu qoymayıblar. Yəni, sizin bəhs etdiyiniz problem ora bir gün ingilis dil müəlliməsi olub, 2 gün olmayıb, bu şəkildə problem olub və bunlar qrammatikadan yetəri qədər zəifdirlər. Yetəri qədər zəif olan 9-cu sinif uşağını imtahana hazırlaşdırmaq üçün sadəcə onu əzbər rejimindən, yəni qaydaları öyrədərəkdən və söz ehtiyatını artıraraqdan, günə 30 sözdən başlayaraqdan, öyrənərəkdən o, hardasa gəlib imtahanın köşəsini dönərtüklər demiş. Yəni, oradan çıxa bilər. Amma bu problem aşağı sinif uşaqlarındadırsa, onlar üçün hələ zaman çoxdur. Yəni, qorxulacaq bir şey yoxdur. Çünki bu uşaqlara əyləncə yönündən evə videolar verin. Əyləncəli videolar verin, mahnılar verin. Çünki uşaqlar əgər sizə deyim də ibtidai sinifdirlərsə, 10 yaşına qədər olan uşaqlardılarsa, ingilis dilini ən çox onlar öyrənəcəklər cizgi film və mahnılardan. Özünüz də belə deyək də, sxem qurun hər bir sinifə görə. Məsələn, sizə lazımdır onun ailə üzvlərini öyrənsin xarici dilində və yaxud da bədən üzvlərini öyrənsin və yaxud da fəsilləri öyrənsin. Artıq sizin mövzunuza görə. Ona görə yetəri qədər hal-hazırda istər YouTube-da olsun, istər sosial şəbəkələrdə olsun, yetəri qədər video materiallar çoxdur. Yəni, həmin uşağın yaş təbəqəsinə görə video materiallar çoxdur. Siz həmin video materiallardan istifadə edərək həmin uşaqların düzgün tələffüzünə yol aça bilərsiniz. Çünki elə videolarda çox düzgün və səlis ingilis dilində tələffüzlər olur. Həm də çox rahatlıqla öyrənib gələcəkdə istifadə edə biləcəyi cümlələr öyrənə bilərlər həmin mahnılarda. Yəni, balaca siniflərin düzəlmə şansı da çoxdur, vaxtı da çoxdur. Amma böyük siniflərdən söhbət gedirsə, 9, 10-cu, 11-ci siniflərdən hansı ki imtahana gedəcəklər bir insan, bunlardan söhbət gedirsə, bunların sadəcə yolu hal-hazırda əzbər. Ki, o köşəni dönsünlər. Qrammatikanı əzbərləməlidirlər, bütün qaydaları bilməlidirlər və söz ehtiyatları çox olmalıdır. Bu iki, belə deyək, əsas şərt olmalıdır ki, həmin sinif uşaqları imtahanlardan keçə bilsinlər. Təşəkkür edirik Mələk müəllimə. Ümid edirəm faydalı olur Ramilə xanım. Mən təşəkkür edirəm. Aha, Sağ olun. Bir şey soruşa bilərəm. Buyurun.
Müəllimə, bilmirəm dəqiq məlumatdır yoxsa yox. Mən özüm ibtidai sinif müəlliməsi deyiləm. Bağça müəlliməsiyəm, amma bilmək istəyirəm. Uşaqlardan dərs soruşulması yığışdırılıb. Yəni uşaq getsin evdə dərs öyrənsin, sonra gəlsin danışsın. Eşitdiyimə görə yığışdırılıb. Sadəcə sual-cavab ola bilər ya da müzakirə ola bilər ya da sinifdə oxu ola bilər. Yəni bu düzgün bir şeydir yoxsa yox da? Çünki uşaq əgər dərsi danışmırsa lövhədə, gələcəkdə daha böyük bir auditoriya qarşısında necə danışacaq, kompleksləri olacaq. Belə bir şey var da oradan yoxsa yox bilmək istəyirdim. Bu barədə sizə dəqiq məlumat verə bilməyəcəm, çünki mən özüm də sizdən eşitdim bu məlumatı. Zaten mimikamdan, üz cizgilərindən bəlli oldu. Özümə də qəribə gəldi, amma auditoriya qarşısında çıxış mini müzakirələrdən başlayır. Əgər belə bir qərar varsa, məsələn, deyək ki, siz evə verdiyiniz tapşırığı mini müzakirələr nəticəsində hansı uşağın bilib, hansı uşağın bilmədiyini öyrənə bilərsiniz. Çıxışımın əvvəlində də bildirdim ki, dəqiqə yöntəminə və qruplaşma yöntəminə, yəni necə hər bir fərd, uşaq öz parta yoldaşını verdiyiniz mövzunu müzakirə edib yekun olaraq sizə cavab verməlidir və bu müzakirə nəticəsində o uşağın dərsi bilib bilmədiyini siz öyrənə bilərsiniz. O müzakirə nəticəsində bütün sinifi danışdıra bilərsiniz. Amma sizin verdiyiniz hal-hazırda olan məlumata görə mənim dəqiq bir məlumatım yoxdur. Ona görə sizə tam dəqiq bir söz deyə bilmirəm. Mən də ilk dəfə Mən ibtidai sinif müəllimi olaraq fikrimi bildirim. Əslində konkret olaraq dərs öyrənilib, danışılmamalıdır deyil. Kurikulum sisteminə görə dərs bu il keçirilir. Yəni orada müzakirə edilir. Uşaq sonra durub məzmun oxunur. Nə yadında qaldı? Öz sözlərini həmin gün sinifdə öyrənilməlidir. Biz evə gedib, evdə öyrənib, gəlib danışması ənənəvi təhsil metodudur. Yəni bu şəkildə olmamalıdır. Çünki bir hekayədir, məzmundur. Bizə onun əzbər danışılması önəmli deyil də. Uşaq sinifdə bu hekayəni necə mənimsədir, nə dərəcədə mənimsədir, gəlib bunu öz fikirlərindən ifadə edə bilirmi? Yəni həmin gün ərzində olmalıdır. Çox təəssüf ki, mən də ibtidai müəllim hər dəfə bunu bu formada edə bilmirik. Çünki uşaq gedib evdə hekayəni oxumur. Həmin gün sinifdə danışırsa, öz fikirlərini bildirirsə, biz ona o rahatçılığı versək, uşaq gedib evdə kitabı açmayacaq, oxumayacaq. Məsuliyyət hissini. Biz bəzi şeyləri ancaq müəllim öz üzərinə götürür. Burada valideynin də uşağının dərs oxumasına nəzarət eləməsi önəmlidir. Ancaq hər bir valideyn bunu eləmir. Ona görə biz müəllimlər uşaqların zəifləməməsi üçün bəzən valideynin məsuliyyətini də öz üzərimizə götürürük. Deyirik, oxu, gəl, danış. Əslində özümüzü yükləmiş oluruq. Yəni əslində belə olmalı. Belə sinifdə uşaq hekayəni oxudu, məzmununu, nə yadında qaldı, 5-6 nəfər çıxır, danışır, kim yadında qalırsa öz sözlərini ifadə edir və danışmış olur əslində. Oğursu isə evdə öyrənib gəlmək bu ənənəvi metoddur. Amma problem də odur ki, məsələn, oğlum 1-ci sinifdə dərs oxumaq istəmir ki, müəllim olsa soruşmayacaq. Həvəsləri də olmur ki, elə bilirlər ki, soruşmur, mən öyrənməməliyəm də. Yəni, mən onun anasıyım da, məsələn, deyirəm, öyrən. Amma o, nə qədər desəm də, o öyrənmək fikri də yoxdur, istəmir. Yox, indi burada mənim oğlum da, həm mən valideyn qismində, həm müəllim qismində danışa bilərəm. Yəni, biz orada 32 uşaq, hər uşaq gəlib, biz bölüşdürürük, bu uşaq bu qədər danışsın, o uşaq o qədər danışsın. Əslində düzgün olan metod o deyil də. Burada valideyn nəzarət eləməlidir ki, müəllim səndən sual edə bilər və yaxud hər hansı bir fikir soruşa bilərsən, öz fikrini ifadə etmək üçün mütləq o hekayəni oxumalısan. Müəllim səni lövhə... Biz artıq beynimizdə onu elə kodlaşdırmışıq ki, dərs danışmaq, ancaq evdə gedib oxuyub öyrənmək, gəlib lövhə önündə danışırıqsa bu dərs sayılır. Valideyn onu gözləyir müəllimdən. Və bu problem yaradır elə bilirəm ki, indi yeni metodda keçən müəllim bir də görürsünüz ki, dərsin ortasında, yəni elə dərs vaxtı bunları hər şeyi həll edir, uşağa verməlidir ki, evdə oxusun. Buna valideyn nəzarət eləməlidir, uşağın oxusu düzəlməsi üçün, özü də evdə uşaqla onu müzakirə eləməsi üçün hekayə mütləq oxunmalıdır bir neçə dəfə. Bizim zaten təhsil sistemimizdə, əziz valideynlər, hal-hazırda həm ənənəvi metodun, həm kurikulum sisteminin vəhdət olması problemi var. Çünki heç bir məktəbdə stabil bir rejimlə təhsil olunmur, üzr istəyirəm. Kurikulum rejiminə görə dərs sinifdə keçirilməlidir, sinifdə cavab verilməlidir, düzdürmü? 45 dəqiqə ərzində.
30 şagird varsa, bu müəllim 30 şagirdə eyni zamanı ayıra bilmir. Problem budur. Eyni və danışmayan uşaqlar olur. Müəllimin də vurğuladığı kimi ki, məndən müəllim onsuz da soruşmur, öyrənməyə ehtiyac yoxdur və bəzi valideynlər bundan istifadə edərəkdən düşünürlər ki, müəllim sadəcə burada əsas vəzifəni daşıyır ki, uşağı öyrədən tərəf müəllim olmalıdır və bu təhsil sistemi hara gətirib çıxardır, bilirsiniz, sadəcə uşaq getməlidir repetitor yanına, repetitor yanında öyrənməlidir. Əgər evdə valideyn öyrətmirsə, yəni bizim daha öncə də vurğuladığım kimi valideyn, müəllim, uşaq üçbucağı yoxdursa, sadəcə bütün öhdəlik müəllimin üstünə düşürsə, burada belə bir problem yaranır ki, uşaq ortada qalır. Uşaq məcbur olur bir yerdən sonra, bu 1-ci, 2-ci sinif olmasa belə 4-cü, 5-ci sinifdən sonra uşaq məcbur olur artıq repetitor yanına getməyə. Çünki bir boşluq yaşayır o uşaq. O uşaq özünü sinifdə ifadə edə bilmir, çünki sinifdə müəllim ona vaxt çatdırıb zaman ayıra bilmir, evdən valideyni məşğul olmur və bu şəkildə uşaq ortada qalır, gecikmiş olaraq təhsil sisteminə repetitorla davam edir. Niyə bizim 3-cü sinifdə, 4-cü sinifdəki uşaqlarımız artıq repetitor yanına getməyə başlayıb? Niyə? Çünki təhsil sistemində gətirib kurikulumu salıblar, ənənəvi təhsil sistemində yanında salıblar. Yəni, nə ənənəvini çıxardıb atırlar kənara, nə də sırf kurikulumdan gedirlər. İkisini paralel aparırlar. İkisini paralel apardıqlarına görə, kurikulumdan getsələr, kurikulum sisteminə görə sinifdə 15 nəfər uşaqdan artıq uşaq olmamalıdır. Ənənəvi sistem də onun yanında gedir, 30 nəfər uşaq olur sistemdə. Əgər bu müəllim 15 nəfərə ayıracağı vaxtı məcburdur 30 nəfərə ayırsın. Kurikulum sistemi ilə gedilən sinifdə 30 nəfər uşaq var. Bu nə deməkdir? Bu deməkdir ki, iki paralel sistem eyni zamanda aparılır. Ya uşaq sayı azaldılmalıdır, sinifdəki müəllim bunların hər birini sinifdə öyrədib yola salsın. Ya da ənənəvi sistemlə gedilib ev məktəb yöntəmi olunmalıdır. Uşaq getməlidir, evdə dərslərini hazırlaşmalıdır, ənənəvi olaraq gəlib sinifdə cavab verməlidir. Və artıq valideynlər də əvvəlki kimi hökümlülüyü üstlərinə götürmək istəmirlər. Əsas problem buradadır. Valideyn tək öyrədən tərəf müəllim olmasını istəyir. Özü övladını heç bir şəkildə öyrətmək istəmir. Buna istəyir valideyn olaraq, istəyir müəllim olaraq mən bunları görürəm. Əsas problem budur ki, valideyn doğru dildə yaxasını kənar tutmaq istəyir təhsil sistemindən. Valideyn sadəcə indiki dövrdə nəticəni görmək istəyir. Nəticəni görmək istəyir ki, mənim uşağım dərsdə öyrənsin, geçsin, imtahan versin. Amma mənim uşağımla kim məşğul olacaq, onu bir yerdən sonra başa düşür. 5-ci sinifdə, 6-cı sinifdə uşaq müəyyən dərslərdən gerinədikdə, valideyn anlayanda ki, artıq mənim uşağıma kurikulum sistemi ilə zaman çatmır, artıq repetitor yanına getməlidir. Uşaq 6-cı sinifə qədər keçəcəyi bütün materialları bir ilin içində keçmək məcburiyyətində qalanda valideyn bunu başa düşür. Təşəkkür edirik Mələk müəllim. Suallar aşağıda çoxdur, zamanımız artıq tamam olub. Bu barədə nə məsləhət görürsünüz? Elə suallar var ki, ümumiyyətlə bu mövzudan kənar. Təhsil elə bir sahədir ki, o çox şaxəlidir və bütün sualları burada aydınlaşdırmaq mümkün deyil. Baxıram ki, sualların bir-biri ilə əlaqəsi də yoxdur, tamamilə fərqli sahələrdədir. Mən də istəyirəm ki, təbii ki, hər kəsin sualına cavablandırım, amma vaxtımız da artıq mən bildiyimə görə məhduddur, artıq yetib. İstəyirsiniz təbii ki, sualda cavablandıraq, sonra yekunlaşdıraq. Səkinə müəllimənin bayaqçı sualı var idi, o yarı bölündü. Deyir ki, uşaqların fəallığını hansı formada təmin etmək olar dərs zamanı? Uşaqların fəallığını uşaqların yaşına görə, ilk öncə yaş qruplamasına görə bu yaş təbəqəsi ibtidai sinifdirmi? Yoxsa ibtidai sinifdən keçmiş orta dönəmdirmi? Orta dönəm 5-ci, 6-cı, 7-ci sinifdir və bundan üst təbəqə də artıq yuxarı siniflər sayılır. Əgər ibtidai sinifdirsə, yaşın yaşlılar əslində daha doğru olar. Bilərik ki, hansı sahədir? Çünki uşaqlarının aktivliyi oyunlardan keçir. Çünki onlar hələ ibtidai sinifdədirlər. Onların tək gördüyü müəllim ibtidai sinif müəlliməsidir. İndi bir-iki müəllim qonaq kimi gəlib gedir onların sinifinə.
Onların əsas aktivliyi oyunlardan keçir. Onlar yetəri qədər etkinlik göstərməlidirlər. Sinifdəki qruplaşmalar olmalıdır, qrup oyunlar verilməlidir və o uşaqlar o şəkildə aktivlik göstərməlidir. Əgər sakit uşaqlardırsa, ümumiyyətlə susdurulmuş uşaqlardırsa, danışmağa meyilli uşaqlar deyillərsə, onlar təlimin əvvəlində də vurğuladığım kimi onlara 2 dəqiqə yöntəmi tətbiq olunmalıdır. Yəni lövhəyə çağırmaq yox. Çünki lövhənin qarşısındakı çağırılmaq, belə deyim də, bu ənənəvi yöntəmdir və hər uşaq lövhənin qarşısında özünü rahat hiss etmir. Bəzi uşaqlar olur ki, yerindən danışmağı sevir. Bəzi uşaqlar ümumiyyətlə görünməməyin tərəfdarı olduğuna görə, psixoloji baxımdan sıxıldıqlarına görə oturduqları yerdən danışmağa üstünlük verirlər. Bu, ilk öncə müəllim bu uşağın, məsələn, hədəf X uşağın hansı formada danışmağa meyilli olduğunu öyrənməlidir. Bir uşaq tamamilə susqun ola bilər, danışmağa meyilli olmaya bilər. Onun hansı yöndə danışacağına diqqət etməlidir. Əgər, belə deyək ki, bir uşaq lövhə qarşısında danışmağı sevmirsə, bu o demək deyil ki, o uşaq dərsə hazır deyil, məsələn. O uşaq sizin keçdiyiniz dərsdən heç nə bilmir və keçilən dərslə bağlı heç bir məlumatı yoxdur. Bəlkə o uşağın auditoriya bir qorxusu var. Bəlkə o uşağın 10 nəfərin içərisində çıxış etmək qorxusu var. İnsan qalxdığı yerdən qarşısında 10 nəfər görürsə, psixoloji olaraq özündə sıxıntı, baskı hiss edir və onları özünə qarşı rəqib görür. Əsas problem budur və biz 6 yaşında, 7 yaşında uşaqlardan bəhs ediriksə, hələ təzə-təzə məktəbə alışan uşaqlardan bəhs ediriksə, bu uşaqları ən yaxşı variant qruplaşma şəklində toplayıb ki, bunlar da neçə təlimlərdə keçilib artıq öyrəndiyimiz proseslərdir. Qruplaşma şəklində toplayıb müzakirələr əsasında onların dilini açmaq. Buyurun. Başqa sualınız varsa səsli formada. Çünki mən burada kimin sualını oxusam, o biri sual qalmış olur. Kim ən son bir sual ünvanlamaq istəyirsə verə bilər. Çünki sual çoxdur, mən bilmirəm hansını seçin. Birini gətirsəm o biri qalar. Təşəkkür edirəm. Bayaqki söhbətə qayıtmaq istəyirəm. Biz dedik ənənəvi və kurikulum sistemində. Biz mənə gəlir ki, bir şeyin də fərqinə varmalıyıq ki, biz ancaq məktəbdən təhsil mi istəyirik, dünya görüş mü istəyirik? Yəni, hər şeyi müəllimin üzərinə yüklənib. Dediyiniz kimi, valideyn özünü qoyur kənara. Biz həm təhsil verən, indiki dövrdə bir də siniflərdə həm inklusiv olan uşaqlar da var. Orada artıq müəllim həm psixologiyanı da dərindən bilməlidir ki, həmin uşaqlarla fərqli işləyə bilsin. Bunların hər biri olanda müəllim həqiqətən mənə gəlir ki, çox yüklənir. Və yaxud da biz yarışatı yetişdirmirik də, ancaq imtahanda gedib yüksək bal toplasın, nəticə geçsin, ancaq dünya görüş 0 olsun. Müəllim bunların hər birini eləmək istəyir. Müəllim istəyir həm uşaq dünya görüşlü olsun, həm verilən proqramı yaxşı qavrasın, həm sinifdə psixologiyası, yəni psixoloq kimi uşaqlara yanaşması disleksiyalı olur, autizm olur, müəyyən sindromlu uşaqlar da olur. Onlarla necə işləsin, onlara travma vermədən onlara bir şeylər qata bilsin, onları cəmiyyətə, sinifə qazandıra bilsin. Mənə gəlir ki, bizim cəmiyyətdə müəllimin üzərinə çox şey, valideynə aid olan işləri də, yəni müəllimin üzərinə atmaqdan müəllimi çox yükləyirik. Məsələn, mən Cambridge bir ailə var Cambridge'də, oradakı təhsil sisteminə baxıram. Orada mütləq valideyn də pedaqoji təhsil hissəsi müəllim yerinə yetirir. Ancaq bu dünya görüşdü, uşağın kitab oxuma məsələsində mütləq valideyn də bu işə qoşulur və valideyn nəzarət edir. Uşaq bədii ədəbiyyat oxuyurmu və yaxud da kitab verilir, nəzarət hissəsi valideynin öhdəsindədir. Yəni, fikirləşirəm burada bu məsələdə müəllim daha çox yüklənir. Çünki özüm də bir müəlliməm, şagirdlərimdə həm oxu vərdişlərini artırmaq istəyirəm, həm onların dünya görüşlərini artırmaq istəyirəm, həm pedaqoji təhsili proqramda verilən mövzunu çatdırmaq istəyirsən, bəzən çətinlik çəkirsən. Həqiqətən insan bilmir ki, hansını eləsin. Bizim təhsil sistemimiz, ümumiyyətlə çox təşəkkür edirəm fikrinizə görə. Bizim təhsil sistemimiz qarışıq təhsil sistemidir. Çünki təhsil sistemimiz hələ tam oturuşmamış təhsil sistemidir. Biz gedirik, hələ bu yoldayıq, hələ tam gedib məqsədimizə çatmamışıq və nə istədiyimizi təhsil sistemi olaraq hələ tam olaraq bilmirik. Özümüz də bilmirik ki, bizə ənənəvi dərs metodu
daha yaxşı olar, yoxsa kurikulum sistemi yaxşı olar, yoxsa ümumi bəşər bir sistem yaxşı olar. Biz hələ bunu axtarırıq. Ona görə bu boyda yük yüklənib müəllimin boynuna. Yenə deyirəm və əsas məsələ də valideyn, müəllim, şagird üçbucağı olmamasından irəli gəlir. Müəllimi o qədər təhsil sistemimizdə yükləyiblər ki, müəllim təhsilin əsas faktoru olaraq ortada qalır. Və birbaşa olaraq şagirdə cavabdeh və məsuliyyətli şəxs müəllim olur. Valideyn burada sadəcə üçüncü şəxs olaraq kənarda qalan insan olur. Ona görə təhsil sistemində ən çox naqruska müəllimin üstünə düşür, ən çox çətinlik müəllimin üstünə düşür. Bunu həll eləməkdə nə Mələk bacarar, nə İlhamə bacarar, nə Günel bacarar, nə qeyrisi bacarar. Bunu həll eləməyin əsas, yenə deyirəm, başda oturan, təhsil sistemimizin başında oturan şəxslərdir ki, onlar bu məsələni həll edib yoluna qoymalı. Çünki bizim təhsil sistemimiz hələ yönünü tam tapmayıb. Xarici dövlətlərdə təhsil sistemi bizim təhsil sistemimizdəki kimi deyil. Orada uşaq, müəllim, valideyn üçbucaqlılar. Onlarda tamamilə rahat şəkildə dərs öyrənmə metodikaları var. Biz hələ onlara gedib çata bilməmişik. Biz hələ seçim edirik, hansı yolla gedək deyə. Məsələ budur. Təşəkkür edirik. Cavabınıza görə minnətdaram. Mən təşəkkür edirəm. Bəli. O zaman yavaş-yavaş yekunlaşdıraq. Mən buradakı sualları oxudum. Hətta baxıram ki, bir üzvümüz sual verib. O biri müəllim o sualına yardımcı olmaq istəyib. Aktivliyinizə görə təşəkkür edirəm. Verdiyiniz cavablara görə minnətdarıq. Gözəl müəllimə biz təşəkkür edirik. Sevil xanım, Rufanə xanım, Günəş xanım. Təşəkkür edirik. Təşəkkür edirəm hər birinizə. Zamanınızdan ayrılıb diqqətlə dinlədiyiniz üçün, aktivlik göstərdiyiniz üçün, aktiv iştirak elədiyiniz üçün mən təşəkkür edirəm. İnşallah növbəti görüşlərdə təkrardan görüşənə qədər ya daha gözəl mövzularda, daha maarifləndirici mövzularda bir araya gələnə qədər. Mələk müəllim, əməkdaşlığımız daimi olsun, davamlı olsun. Təşrifimi qəbul etdiyinizə görə təşəkkür edirəm. Ümid edirəm auditoriyamızdan razı qaldınız. İnşallah gələcək təlimlərdə də birlikdə əməkdaşlıq edərik. Həm bizə, həm müəllimlərə. Auditoriyamızdan nəsə ötürmüş olaram. Bugün maarifləndirici bir şeylər ötürmüş olaram. Təki onlar bizdən razı qalsınlar. Təhsilə verdiyiniz bu faydaya görə, töhfələrə görə təşəkkür edirik. Üzvlərimizə də aktivliyinə görə və iştirakına görə təşəkkür edirəm. Aşağı əlaqə nömrəmi qeyd edirəm. Digər təlimlərdə iştirak üçün mənə yaza bilərsiniz. Başqa sualınız varsa yenə mənə qeyd edərsiniz. Təşəkkür edirəm. Gecəniz xeyrə qalsın.